Azərbaycanda rəsmi minimum əmək haqqı 400 manat təşkil edir. Bəs bir vətəndaşın ürəyində ciddi problem yaranarsa və təcili ürək emertisi tələb olunarsa, o nə etməlidir? Bir aylıq dolanışıq pulunu cəmi 1 saatlıq aparat müayinəsinə mi verməlidir? Bugün paytaxt Bakıda səhiyyə sisteminin ən ağrılı yerlərindən biri ürək emertisi testinin dövlət klinikalarında tapılmaması və özəl sektordakı fantastik qiymətlərdir. Bugün Bakıdakı dövlət klinikalarının demək olar ki, heç birində ürək emerti müayinəsi mövcud deyil. Sadə vətəndaş icbari tibbi sığorta ilə bu xidməti pulsuz almaq hüququndan məhrumdur. Dövlət xəstəxanasında tapılmayan aparat özəl klinikada var. Amma hansı qiymətə? Qiymətlər 350 manatdan başlayıb tam 600 manata qədər yüksəlir. Bu açıq-aşkar vətəndaşın cibinə və sağlamlığına qəsd etməkdir. Ölkədə minimum maaş alan bir şəxs bu aparata girmək üçün ac qalmalıdır. Səhiyyədəki bu qiymət siyasəti anlaşılan deyil və biz media nümayəndəsi olaraq buna kəskin etirazımızı bildiririk. Ekspertlər isə bildirir ki, ürək emertisi adi emerti müayinələrindən fərqlənir. Bu müayinə üçün xüsusi kardiologiya proqramı təminatı və yüksək ixtisaslı kardioloq, radioloq mütəxəssislər tələb olunur. Dövlət klinikalarında bu spesifik sahəyə investisiya qoyulmaması və ya cihaz təminatının zəif olması böyük boşluq yaradır. Özəl klinikalar isə bu boşluqdan istifadə edərək süni şəkildə qiymət diktə edirlər. Rəqabətin olmaması və monopolizm qiymətləri 600 manat raddəsinə çatdırıb ki, bu da sıravi Azərbaycanlının büdcəsini çoxdan aşıb. Ürək zarafat xoşlamır. Vaxtında diaqnoz qoyulmayan hər bir ürək xəstəliyi insan ölümünə yol açır. Vətəndaşlar haqlı olaraq tələb edir. Səhiyyə Nazirliyi və təbib bu problemi təcili həll etməlidir. Bakının böyük dövlət xəstəxanalarında ürək emerti aparatları quraşdırılmalı, icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Əks halda maaşı cəmi 400 manat olan vətəndaşın ürəyi bu ağır qiymət yükünə tab gətirməyəcək. Hər vaxtınız xeyir olsun dostlar. Bir məsələyə diqqət çəkmək istəyirəm. Demək bir neçə gün əvvəl kardioloq mənə bildirdi ki, mən ürəyimi emerti etdirməliyəm. Və həmin vaxtı məlum oldu ki, bizim ölkəmizdə heç bir dövlət xəstəxanasında ürəyin emertisi edilmir. Bu yalnız yeni klinikada var imiş. Bir ay əvvəl yeni klinikada bu fəaliyyəti dayandırıb. Yəni ürəyin emertisi hal-hazırda yeni klinikada da icra olunmur. Maraqlandım və məlum oldu ki, bir neçə özəl xəstəxanada var ürəyin emertisi. Qiymətləri deyəcəm sizə. Bəzi xəstəxanalar mənə 360 manat, bəziləri 420 manat, 450 manat, 580 manat. Yəni bu məbləğləri səsləndirdilər. Belə deyim sizə, 350 manatdan 600 manata qədər qiymətlər dəyişir xəstəxanaya görə. Və kifayət qədər baha məbləğdir. Nəzərə alsaq ki, elə insanlar var ki, onların aylıq maaşı 450-500 manatdır. Hətta 580 manat olan yerdə bu insan gərək bir aylıq məvacibini ancaq ürəyin emertisinə versin. Hələ burada həkim qəbulunun ayrı məbləğini səsləndirmirəm. Söhbət özəl xəstəxanadan gedir və təəssüf doğurur ki, bizim dövlət xəstəxanalarımızda ürək emertisi edilmir. Bugün ölkəmizdə mən təəssüflə bildirirəm ki, yəni ürək problemi yaşayan insanlar yəqin ki var, əlbəttə ki var və bu insanlara əgər ürəyin emertisi lazım olarsa, yalnız özəl xəstəxanalara gedə bilərlər. Deyəcəksiniz ki, icbari tibbi sığorta ilə, bəli, icbari tibbi sığorta əgər həmin xidmət dövlət xəstəxanasında yoxdursa, onu özələ yönləndirir, amma bu da heç asan başa gəlmir, heç asan bir prosedur deyil. Deyim ki, rahatlıqla yaxınlaşırsan və bunu alırsan, xeyr, belə deyil. Odur ki, təəssüf hissi doğurur. Təbib rəhbərliyindən, Səhiyyə Nazirliyindən rica edərdik ki, ürəkdir, yəni insanın əsas orqanlarından biridir. Diqqətə saxlayardılar məsələni. Məsələn, yeni klinikada bunun dayandırılması çox təəssüf doğurur. İnşallah ki, nəzarətə alınar və ölkəmizdə dövlət xəstəxanalarında da əsas lazımi prosedurlar, o xidmətlər əlçatan olar.